2008-ci ildə dünya böyük maliyyə böhranı yaşadı. Banklar çətin vəziyyətə düşdü. Bəzi böyük maliyyə qurumları iflas etdi. Bu hadisə sadəcə bankları yox, bütün maliyyə sistemini sarsdı. Böhranın əsas səbəblərindən biri ev kreditləri idi. Banklar insanlara ev almaq üçün kreditlər verirdi. Bu kreditlərin bir hissəsi əslində çox riskli idi. Amma sistem işləyirdi, çünki ev qiymətləri davamlı olaraq artırdı. Bundan sonra ev qiymətləri düşməyə başladı. Bir çox insan krediti ödəyə bilmədi. Bankların əlində isə dəyəri düşmüş evlər və ödənilməyən borclar qaldı. Bəzi böyük maliyyə qurumları iflas etdi. Bəzi banklar o qədər böyük idi ki, onların iflası bütün sistemi çökdürə bilərdi. Bu səbəbdən dövlətlər milyardlarla dollar xərcləyərək bankları xilas etdi. Bu pul isə dövlət büdcəsindən gəldi, yəni dolayısıyla vergi ödəyən insanların cibindən. Bu hadisə bir çox insanı düşündürdü. Əgər sistem belə işləyirsə, onda risk kimə məxsusdur? Qərarları banklar verir, amma nəticənin bədəlini cəmiyyət ödəyir. Bu məsələ bir fikrin yaranmasına səbəb oldu. Satoshi Nakamoto adlı biri internetdə bir məqalə yayımladı. Bu məqalədə tamamilə fərqli bir pul sistemi təsvir edilirdi. Bu sistemdə banklara ehtiyac yoxdur. İnsanlar bir-birinə birbaşa pul göndərə bilər. Bitcoin mərkəzi quruma bağlı olmayan rəqəmsal pul sistemidir. Bu sistemdə əməliyyatları bank yox, şəbəkədəki minlərlə kompüter yoxlayır. Bu kompüterlər eyni qeyd dəftərinin bir nüsxəsini saxlayır. Beləliklə sistem tək bir mərkəzdən idarə olunmur. Bitcoin haqqında bəzi yanlış fikirlər var. Bitcoin bir şirkət deyil. Bitcoin bir dövlət layihəsi deyil. Bitcoin bir tətbiq də deyil. Bitcoin sadəcə açıq bir protokoldur. Ənənəvi pul sistemində pulun yaradılması və idarəsi mərkəzi qurumların əlindədir. Bitcoin isə fərqli bir yanaşma təklif edir. Bu sistemdə pulun qaydaları əvvəlcədən müəyyən edilir və hamı üçün eyni şəkildə işləyir. Bu səbəbdən Bitcoin sadəcə bir texnologiya yox, yeni bir maliyyə modelidir. Bu modeldə güc mərkəzdə deyil, şəbəkədədir. Yəni sistem insanların öz iştirakına əsaslanır. Bitcoin açıq bir sistemdir. İstənilən insan ona qoşula bilər. Heç kim sistemin sahibi deyil və heç kim onu tək başına idarə etmir. Bu səbəbdən Bitcoin insanların öz sistemidir, yəni xalqın sistemi. Bitcoin sadəcə yeni bir texnologiya deyil. O, mövcud maliyyə sisteminə fərqli bir alternativdir. Və bu alternativ pul üzərində nəzarətin daha geniş şəkildə paylaşılmasını təklif edir.